Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Değerli hürmetli zavarlar, Allah'a sonsuz sayıda şükürler olsun ki artık biz yakınlaşırız hala mikata. Mikattaki bu mikat, yani Medine'den çıkanların, Medine'den gidenlerin yani mikatıdır. Nedir? Ümrenin var erkanları, var vacibetleri, var sünnəsi. Erkan kim eləməzsə, ümumiyyətlə onun kəfarəti də olur da, dardır, yoxdur bu için. Yəni, çünki bir namazdır, düzdürmü? Hansısa bir rukunun eləməmişsən. Namaz yanlışını edirsən, həmən o rukiyyəti qaytarmalısın. Vacibətlərə görə kəfara var. Sünnəni isə tərk eləsən, savabın azalır. Amma ümrən inşallah Allah'ın izniyle tam olur. Yani inşallah ona bir kəfara düşmür. Kim sünnəni tərk eləyərsin. Deməli, ümrənin erkanları, yəni rukunları birinci ihramdır. O da ki, niyyətdir. Yəni niyyətdən ibarətdir. İnsan təkcə yəni bunun geyimi yəni və ya qadınlar elə belə geyindi çıxdı, onunla kifayət eləmir. Yəni miqat həddini keçməmiş insan niyyətlənməlidir. Nəyə? Yəni ümrəyə. Ümrə niyyətini eləməlidir. Öz yerinə gəlibsə, öz yerinə və yaxud da kiminsə yerinə gəlibsə onun niyyətidir. Deməli, birinci nədir? Niyyət. Və həmçinindəki geyim kişilər üçün izardır və rida. Yəni o iki hissədən ibarət. Birinin adı izardır, birinin adı rida. Qadınlar isə nə geyimdədir, o geyimdə. Yəni onların xüsusi bir geyimi yox. Bəziləri, məsələn deyir, ağ geyinməlidir, sırf, bəziləri belə, elə bir şey yox. Sadəcə elə geyim olmalıdır ki, o gözə girməyən, yəni o insanı, qadınları yəni cəlb eləməyən. Ümumiyyətlə, yəni bu geyimlər nəinki ehram halında, elə adi vaxtda da yəni qadınlar üçün caiz deyil, icazəli deyil geyimlər. Xüsusən də ki, ehram halında. Və sonra isə ikinci rukunu tavafdır. Bu da ki, 7 dənə tavafdan ibarətdir. Yəni 7 dənə dairə edirsən. Hardan başlayır? Qaradaşdan. Qaradaşdan başlayır və Qaradaşda bitirirsən. Necə ki, dünən dedik. Necə başlayır? Bismillah, Allahu Akbar. Yəni hava öpüşüdür, vazgeçin pasılıydı. Bunlar yadlar yani göndermeye ehtiyac yok. Bunlar hamısı bidətdir, günahdır. Olmaz belə şeyler eləmək. Əgər bacarırsansa, yaxınlaşırsan, əlbəttə ki, öpürsən və yaxud da əlini vursun. Bu ayrı şey, amma uzaqdan belə şey yoxdur. Bunları niyə görə deyirəm? Çox görəcəksiniz. İbadətlərinizi yəni tam şəkildə eləyin. Allah razı olsun, ne deyirsə ki, yəni o da sizin ibadətiniz kamil olsun. Yəni məqbul olsun Allah'ın izniyle. Və sonra isə üçüncü dəki rukunu nədir? Səy. Bu da 7 dənədir. Səydəki Səfa ilə Mərva arası. Səfadan başlayıb Mərvada bitir. Səfadan başladınız, bu bir deyil. Səfadan Mərvəyə getdiniz, bir sayılır. Mərvadan Səfəyə qayıtdınız, 2 sayılır. Bir göz elə insanlar o getirlər. Səfa, Mərva, təzən Səfaya qayıdırlar, 1 sayırlar. Artıq elə bir ki, 2 qat eləmiş olurlar. 14 dənə səyirlər, artıq eləyirlər. Bu da az məsafə deyil, ən azı bir səyi, bir tərəfi 500 metrədir. Çox alınır. Deməli, 7 dənə səy. Vacibləri, yəni niyyət eləmək miqatda. Miqatda yəni hududu keçməmiş, sərhədi keçməmiş niyyət eləmək. Və sonra isə və saçları qırxmaq və yaxud da qısaltmaq. Yəni, necə dedik ki, kişilər üçün ən əfsəli odur ki, lezbindən qırxması. Allah Rasulü s.ə.v lezbindən qırxıqdır. Lezbindən qırxmaqdır, amma qısalı da bilər, kim istəsə. Deməli, qırxmaq üçün, əgər kim lezbindən qırxarsa, Allah Rasulü s.ə.v ona 3 dəfə rəhmət diləyibdir. Deyib, Allah ona rəhm eləsin, Allah ona rəhm eləsin, Allah ona rəhm eləsin. Kim isə qısaldırsa, ona bir dənə rəhmət diləyibdir. Və həmçində Allah Rasulü s.ə.v özü isə lezbindən qırxdırırdı.
Sonra ise qadınlar üçün isə nədir? Qısaltmaq. Daha doğrusu uzundan, saçının uzundan birləşdirirlər topa şəkildə hamısını bir yerə. Düzdürmü? Və sonra isə qayçı ilə uzundan dırnaq boyutda. İndi kimsə dırnaq uzunsa yox, yəni təxmini də mən belə noxuddan bir. Это очень много. Если вы хотите, əgər çox istəyirsə problem deyil, amma dırnaq boyutda dəsin. Yəni dırnaq boyutda götürüz topadan, все qutardı. No, 1 santim da belə deyək, 1 santimdən daha az. Bəli. Делайте. Да. Одна волос, если возьмем, это не считается. Нет, это siz onu görəcəksiniz orada. Amma bu yəni ki olmaz. Bütün yəni saçdan, həmçinin kişilər üçün də. Görürsən ki, nə edirlər? Bir qayçı ilə biraz buradan, bir dənə buradan, bir dənə buradan, biz belə olmaz. Bütün yəni başın hər tərəfindən götürülməli. Qadın isə nə edir? Bütün saçını toplayıb, bu qulaqsa bir ayetim, toplayırsınız və uzundan hamısının kəsirsiniz. Dırnaq boyutda. Aydındır? Bax belə. Bununla da elə bir cümlə bitmiş olur. Sünnələri nədir? Sünnələr, bax qulaq asın diqqətlə, xanımlar, qardaşlar, diqqətlə qulaq asın. Sünnələri nədir? Kişilər üçün və qadınlar üçün qusul almaq sünnədir. Düzdürmü? Və həmçində kişilər üçün ehramdan qabaq ətirlənmək. Biz dünən qeyd elədik bunu, qadınlara olmaz. Nəinki ehramda, adi halda da olmaz qadınlara ətirlənmək, çölə çıxanda. Çünki qadınlar üçün haramdır. Yəni çölə çıxanda ətirlənmək haramdır. Öz evində, öz əhli üçün və s. nə qədər nətər istəyir, bəzənə də bilər, düzənə də bilər, ətirlənə də bilər. Amma çölə çıxanda ətirlənərsə, onun ətirinin iyini hansı kişi hiss eləyərsə, yəni bəzi rəylərə görə o qadına zina eləmiş kimi günah yazılır. Yəni böyük bir şeydir, yəni elə belə şey deyil. Elhamdülillah, ətirlənmək də olar, gözəl geyinmək də, gözəl bəzənmək də, amma öz əhlin üçün evdə. Allah'a şükürlər olsun. Bu da insanın, qadının iffətini qorumaq üçündür. Nə varsa hamısı qadınlar üçündür. Qadınların şərəfini qorumaq üçün. Qadınlara necə dində, İslamda dəyər verilir. Yəni bu onun üçündür. Və biz həmçində ki, başqaları kimi yalnız bir gün seçmirik qadınlara hörmət eləmək üçün. Bəziləri deyir ki, siz qadınlara hörmət eləmişsiniz, sizdə qadınlar bayramı yoxdur. Bizdə əlhəmdülillah qadınlar bayramı yoxdur. Ona görə biz müsəlmanlar qadınlara hər gün ehtiram edirik, hər gün hörmət edirik. Çünki onlar bizim ya analarımızdır, ya bacılarımızdır, ya bibilərimiz, ya xalalarımız, ya nələrimiz, ya da ki nədir, həyat yoldaşımızdır. Onlardan da yaxın kim ola bilər? Necə ola hörmət olunmasın? Bizə ehtiyac yoxdur, il boyu onlara əziyyət verir, sonra isə bir gün seç ki, onlara hörmət eləmək üçün. Əlhəmdülillah. Və həmçində ki, bizdə o da yoxdur, qadın yalnız deyir, sizdə xuna üçün yaranır. Elə bir şey yoxdur. Bizdə əlhəmdülillah, Allah Resulü s.ə.v deyir ki, talabətül ilim vacibə li kulli muslim. Elm tələb eləmək hər bir müsəlman üçün vacibdir. Burada da həm qadınlar, həm kişilərə xatir olunur. Yəni, Ayşə radiyallahu anhə görürsünüz nə qədər hədis bilirdi. Subhanallah, əgər xunadan çıxmasıydı, necə o hədisləri əzbərlərdi. Əlbəttə, o qadının ev işlərini görməsi, qadının evində xidmət eləməsi, onun üçün savab yazılır hamısı. Bu elə şeylər deyil. Nəysə, mevzudan uzaqlaşmayaq. Günək sünnələrini bildik, düzdürmü? İkinci isə sünnəsi, təlbiyə. Bisofin murtabi'in. Səslə, möhkəm səslə, xorla olmamaq şərti ilə. Biri var, xorla edirsən, yox, hərə özü, amma səslə. Kişilərə aiddir. Qadınlar da ki, özləri eşitdiyi səviyyədə. Aydındır? Yəni, kişilər səslə, möhkəm, sünnədir. Necə ki, dünən qeyd elədik, hərəkət eləyəndə təlbiyə olunur. Ləbbeyk Allahumma ləbbeyk, ləbbeyk lə şərikə ləkə ləbbeyk, innəl həmdə və ni'mətə ləkə vəl mulk lə şərikə lək. Bu zikri heç vaxt elə bilməyəcəksiniz, yalnız ehram halında eləyəcəksiniz. Bu zikri nə qədər çox eləsəniz, o qədər də sizə xeyirdir. İnşallah bunun barədə miqatdan sonra danışacaq, vaxtımız azdır, az qaldı miqata. Deməli, İkinci sünnəsi nə oldu? Rəcət müəllim, ikinci sünnəsi nə oldu? Yox. Təlbiyə deməli, ləbbeyk deyil. Şiriz oyundadır. Deməli, birinci sünnə nədir?
Quzul almaq, sinmək və kişilər üçün ətirlənmək. İkinci nədir? Təlbiyəni uca səslə demək. Üçüncü isə İbrahim məqamında 2 rükət namaz qılmaq. Bu da sünnədir. Yəni kimsə onu tərk edərsə, necə tərk edərsən? Elhamdülillah 2 rükət namaz gör harda öyle, düzdürmü? İbrahim məqamında. Bir də bunlardır, Allah'ın izniyle. Bunlardır, kısa olarak bunlardır. Ve sonra ise yani çalışın ehrama dahil olandan sonra bakışınızı, dilinizi yani koruyun. Çalışın diliniz, bakışınız yani ne olsun Allah'ı dua eləməklə, yani günahlarınızı yada salıb gözünüzün yaşlanmağıyla bununla məşğul olsun. Yani şeytan bilirsiniz koymuyor. Yani burada da insanı istəyir neynəsin, savabını azaltsın, ibadətini naqisləşdirsin. Deməli belə, biz indi burada dayanacağıq, niyet edirik. Mən hamıya dilizdirəcəm, necə demək lazımdır inşallahın izniyle. Yani ne deyirik? Eğer kim özü üçün gəlirsə deyir ki, Ləbbeykə Allahümmə umrətən. Tutardım. Ləbbeykə Allahümmə umrətən. Allah'ım, ey Allah'ım huzurundayım, ümre ziyaret etsin, ümre etsin. Bundan da artık olsan ehram halında. Düzdür mü? Ama kimse başkasının yerine gelirse orada bir tane Lebbeyk Allah'ım umreten an artırır ve diyor o adamın adını. Atamın yerine, anamın yerine vesaire. Böyle. Burada hususi olarak ehram namazı deyilen bir şey yoktur. Ümumiyyətlə. Sadece olarak Allah Resulü sallallahu aleyhi ve sellem'e emir oldu. Bukhari'de gelir hadis. Bu da Ömer İbn Abbas radıyallahu anh rivayet edilir. O da diyor ki Ömer radıyallahu anh'dan eşittiğim ve o da diyor ki Peygamber sallallahu aleyhi ve sellem'den eşittiğim düzdür mü? Nedir? Bivadil akir yakul Eteynil leyle atin min Rabbi fekale salli fi hadel vadi el mübarek ve kul umreten fi hacce ve dir menedir gelen geldi kimden? Rəbbim tərəfindən. Və deyik, bu mübarək vadidə 2 rükət namaz qıl. Biz də bu niyyətdən ki, bu vadidə Allah Resulü s.ə.və gəlib deyilib ki, 2 rükət namaz qıl, o niyyətdən 2 rükət namaz qıla bilər ki, Allah'ın izniyle. Sadəcə olaraq bunu qılırıq və gedirik Allah'ın izniyle. Başqa heç nə yoxdur. Bir şey. Bir dənə də niyyət, zoram artıq bu zikir. Daha doğrusu bu namaz. Allah daha doğrusunu bilir. Daha geniş danışacağız inşallah, yolunuz uzundur ve həmçinin nəsə suallarınız var, hiç utanmayın. Çünkü eğer utansanız, verməsəniz, onda sizin hansı ibadətiniz naqis ola bilər və ya biz məqbul olmaya bilər. Düzdürmü? Neyse Allah hər birimizə məqbul ümrə nəsib eləsin, Allah günahlarımızı bağışlasın, Allah subhanahu wa bizə nəsib eləsin, sağ-salamat gedən ümrəmizi eləyəyin və sonra isə sağ-salamat bizi öz vətənimizə çatdırsın. Ve Allah subhanahu ölkəmizi qorusun, Allah subhanahu ölkəmizə kimlərcə hilə qurur, onların qarşısını alsın və Allah subhanahu dilərik ki, Rəbbimiz bizim başımıza kömək olsun, düzgün şəkildə qərarlar verməyə. Və Allah subhanahu millətimizə, xalqımıza hidayət versin. Nə qədər çox dua elərsiniz, o qədər daha yaxşıdır. Səsən hər dua elədiğiniz insan üçün üstündə savab var. Subhanakallahumma bihamdik, eşhedü en la ilahe illen estağfiruke ve etûbü ileyk.